Bunun əvvəlki reeldə şəxsi inkişaf yalnızlıq gətirir başlığı altında bir reel paylaşdım və orada, yəni belə deyək də, hazırda bu sosial mediada bəzi uydurmaların, bəzi fikirlərin həqiqəti bir növ belə deyək də əsaslanmadığını, həqiqətə uyğun olmadığını bildirmək istəyirdim. Amma inkişafın bir digər bir növ üzü, qaranlıq üzü, bəlkə görünməyən və ya da ki, bizə çətin gələn tərəfləri üzü var ki, bizə bir növ bəli, bərabərində yalnızlığı gətirir. Çünki belə deyək də, biz artıq yenidən doğmağa, bir növ yenidən özümüzü inşa etməyə başlayırıq. Burada bizə xidmət etməyən durumlar, hansı ki, bizə xidmət etməyən kimliklərimizi bir kənara qoymağa başlayırıq və bu da öz növbəsində təbii ki, bəzi insanların, yəni ətrafımızda olan insanların bizdən soyumasına və ya da ki, bizimlə münasibətin bitməsinə gətirib çıxara bilir. Bunu bir növ belə deyək də, şəxsi inkişaf sahəsində olan insanlar frekans adlandırırlar. Bunun frekans adlandırmağı çox tərəfdarı deyiləm, açığı. Çünki bu çox mistik bir söz gəlir. Sadəcə biz artıq bir növ dəyərlərimiz dəyişdiyi üçün, həyatda önəm verdiyimiz məsələlər, bizim gözləntilərimiz dəyişdiyi üçün, dolayısıyla yəni biz dəyişirik və bizlə dəyişə bilməyən insanlar da normal olaraq bizim həyatımızdan çıxırlar. Və biz nəyi qazanırıq? Seçicilik qabiliyyətini, yəni seçməyi, sərhəd qoymağı. Həm özümüzə, həm də ki, yanımızda, qarşımızda olan insanlara sərhəd qoymağı öyrənirik. İnkişafın gətirdiyi ən gözəl xüsusiyyətlərdən biri deyə bilərəm buna. Çünki sərhəd qoymaq o qədər önəmlidir ki, yəni nə qədər bizim ətrafımızda çox insanlar varsa və biz o insanlara ayaq uydurmağa çalışırıqsa, biz o insanları sevməyə çalışırıqsa, bir o qədər özümüzdən qopuruq əslində. Çünki biz hər kəsi sevə bilmərik, yəni hər kəs bizə uyğun deyil. Bu da bir həqiqətdir. Yəni belə, bunları bil istədim.